Radiusu nəyə bərabər olar? 1. Kiçik bir hissə götürün. Məsələn, burada elə bir hissə götürürəm. Yəni, böyük hissəyə baxsaz alınmaz. Çox kiçik bir uzunluq götürmək lazımdır. Bu bucağı da deyirik, məsələn, bir alfa bucağı deyə bilərik, problem yox. Sadəcə nəzərə alaq ki, alfa çox kiçik, yaxınlaşır sıfıra. Alfa yaxınlaşır sıfıra. Bu halda mən həmin hissəni burada çəkəcəm uşaqlar. Biraz böyük şəkildə çəkəcəm, amma fikirləşin ki, bu o qədər böyük deyil də, yəni kiçik bir hissədir. Belə kiçik bir hissəsini götürün. Bu hissədə gərilmə qüvvələri necə yönəlməlidir? Ümumiyyətlə, istənilən nöqtəsində gərilmə qüvvəsi yönəlir, halqaya toxunan istiqamətdə. Bax, toxunana paralel deyək də. Baxın, burada belə bir toxunan çəkirsiniz bu nöqtədə. Toxunan radiusa perpendikülər olur. Yəni, radiusa perpendikülər çəksəz bəs edir. O qədər kiçik hissədir ki, uşaqlar. Deməli, burada mən kütləsini də ifadə eləsəm, daha doğrusu belə deyəcəm də, bu hissənin uzunluğu nə olacaq? L bərabərdir. Alfa. Alfa vurulsun R. Da bunu bilirik. Görsün uzunluğu. Alfa radyan. Gərilmə qüvvələrini də baxın, belə çəkirsiniz. Radiusa perpendikülər çəkin, gərilmə qüvvələrini də. Buradan və buradan. Nəyin gərilmə qüvvəsidir? Mən kiçik hissəyə qalan halqa tərəfindən təsir edən gərilmə qüvvəsinə baxıram. Yəni, bu kiçik hissəyə bir dəqiqə bu kiçik götürdüyüm hissəyə uşaqlar bu tərəfdən və bu tərəfdən qalan halqanın göstərdiyi gərilmə qüvvəsinə baxıram. Gərilmə qüvvələrimiz olacaq həmin halqanın götürdüyüm hissədə çəkilən toxunana paralel. Yəni, dediyim kimi, bura 90 dərəcə oldu. Radiusa perpendikülər. Toxunan radiusa perpendikülər olur. Və təbii ki, indi kiçik hissənin kütləsini ifadə edə bilərəm. Buna, məsələn, dediyim kimi, bunlara hamısına kiçik olsun, delta, L, delta, alfa falan. Çox vaxt biz buna D alfa, D, L falan deyirik. Ancaq indi onların nə olduğunu tam yaxşı bilməyənlər var. Ona görə sadəcə belə götürəcəm. Delta L, alfa vururdu. Daha yaxşı olar ki, məsələn, buna delta alfa deyək. Çox kiçik bir bucaq götürün. Delta alfa. Delta alfa vurur deyək. Delta alfa vurur. Sonra uşaqlar nəyə baxacam? Kütlənin ifadəsinə. Kütlə nə olacaq? Kütlə bərabər olmalıdır. Xətti sıxlıq vurulsun delta L. Xətti sıxlıq nədir? Vahid uzunluğa düşən sıxlıq. Vahid uzunluğa düşən sıxlığı nədir bəs? Bütün kütləsi bölünsün. Bütün uzunluğu 2 piyeri. Bu 1 metrə düşən kütləni verir sizə. Bunu da hansısa uzunluğuna vurub, yəni delta L-ə vurub, delta L-ə düşən kütləni də tapa bilərsiniz. Ya da ki, məsələn, tənasüblə də baxa bilərsiniz. Deyə bilərsiniz ki, M kütləsinə 2 piyer uzunluq düşür bütün kütləyə. Onda bütün kütləsini verirmi bizə? Kiçik M-lə verir. Hə, kiçik M-lə yazım. Buna da delta M deyim. Yəni, o kiçik hissəyə düşən. Yəni, bütün halqanın kütləsi 2 piyerə düşən kütlə M-dirsə uşaqlar, mənə lazımdır burada MX ya da delta M, yəni delta L-ə düşən kütlə. Yəni, o delta L-ə düşən kütləni də çarpaz vurub tapa bilərsiniz. Ya belə, ya da deyə bilərsiniz ki, uşaqlar, deməli, xətti sıxlığımız var. Xətti sıxlığı nədir? Vahid uzunluğa düşən sıxlıqdır. Onu da gətirib hansısa uzunluğa vursaz, həmin uzunluğa düşən kütləni taparsınız. Tamam, bunu da keçdim. Bəs bizə indi delta M niyə lazımdır? Ondan danışacağıq. Deməli, uşaqlar, bax, bu hissə, kiçik hissədə təsir edən gərilmə qüvvələrini yönəltmək lazımdır. İndi iki proyeksiyaya ayırmaq lazımdır, daha doğrusu. Burada yekunda mən belə bir xətt çəkəcəm. Tam ortasından, mərkəzindən keçən bir xətt. Bura delta L-dir uzunluq, bu heç. Bu xəttdə deyim, məsələn, Y oxu. Bir Y oxu deyə bilərsiniz. Bir dənə də bax, bura belə perpendikülər bir X oxu. Yəni, Y-ə perpendikülər X oxu çəkirəm. Bizdə X oxunda T-lərin proyeksiyası lazım deyil. Niyə? Çünki onsuz da bir-birini
kompensasiya eləyir uşaqlar. Bizdə lazımdır y oxunda t-lərin proyeksiyası. Yəni gəlmə qüvvələrin proyeksiyası. Gəlin baxaq görək gəlmə qüvvələrinin y oxunda proyeksiyaları nə olacaq? Biz deməli y oxu ilə əmələ gətirilən ya da x oxu ilə əmələ gətirilən bucağı tapmalıyıq. Bucağı. Bax bu y dediyim kimi tam ortadan keçdiyinə görə bura nə olacaq? Delta alfa bölü 2. Bura nə olacaq? O da delta alfa bölü 2 olacaq uşaqlar. Yəni müqamət nə idi? Radiusla əmələ gətirilən bucaqlar. İndi mən bu delta alfa bölü 2-ni dediyim kimi gətirib baxın burada nəzərə almaq istəsəm t-nin bucağı kimi t y oxunu da burada çəksəm t-ni, yəni y oxuna paralel bir belə bu y oxuna paralel bir ox olsun belə. Onda bura delta alfa bölü 2-dirsə burada nə olacaq? Delta alfa bölü 2 olacaq uşaqlar. Biraz balacalaşdırım. Delta alfa bölü 2. Onda y oxu ilə t-nin əmələ gətirdiyi bucaq nə olacaq? 90 dərəcə çıxılsın. Delta alfa bölünsün 2. Bəs x oxu ilə t-nin əmələ gətirdiyi bucaq nədir? Bu x oxuna paraleldir. Bu olacaq birbaşa delta alfa bölü 2. Yəni x oxundakı proyeksiyası olacaq t kosinüs delta alfa bölü 2. Y oxundakı proyeksiyası nə olacaq? T sinüs alfa bölü 2. Yəni t y-lərimiz nə olacaq uşaqlar? T y bərabər olacaq. T vurulsun sinüs delta alfa bölü 2. T kosinüslər lazım deyil. Çünki x oxunda biri sağa, biri sola yönələcək, bir-birini aparacaq. Bizə lazımdır y oxunda mərkəzə tərəf o yönələn. İkisinin də baxın, hansı proyeksiyaları bir daha göstərim sizə. Baxın. T'nin biri bu istiqamətdə olan proyeksiyası biraz qarışıq olmasın deyə sadəcə göstərəcəm. Baxın uşaqlar, bu tx-dir. Eyni şəkildə bax burada da belə bir tx-imiz var. Kiçik bir şeydir bura. Belə tx-imizdir. Bu tx-lərdən söhbət gedir. İkisi də görürsünüz o y oxuna paraleldir. Biz y oxunda proyeksiyasına baxırıq. İstəsəz o mənfi söhbətində nəzərə ala bilərsiniz. Çünki y oxunun əksinə yönəliblər. T y-lərimiz. Aydın mı? Amma bizə lazımdır modulu. Modullar nə olacaq? T sinüs delta alfa bölü 2 olacaq uşaqlar. Delta alfa bölü 2. Yaxşı. Bəs mərkəzə doğru. İndi burada bu hissənin onsuz da kütlə mərkəzi təxminən buralara bir yerə düşür də. Kütlə mərkəzinin mərkəzə doğru bir mərkəzə qaçma tədili də var. Onu da nəzərə alsaq, bu T sinüs delta alfa bölü 2-lər 2 dənə daxil. 2 dənə T sinüs delta alfa bölü 2-dir. 2 T sinüs delta alfa bölü 2-ni bərabərləşdirirsiniz. 2 T sinüs delta alfa bölü 2-ni bərabərləşdirirsiniz uşaqlar. MA-ya, delta MA-ya, yəni orada götürdüyünüz kiçik kütlədir. Ona görə delta M demişəm. İndi burada sadəcə delta M nədir, A nədir və sinüs delta alfa bölü 2 nəyə bərabər olur? Bunları bilmək lazımdır. Uşaqlar, sinüs delta alfa bölü 2 alfa sıfıra yaxınlaşanda nəyə yaxınlaşmalıdır? Elə delta alfa bölü 2-yə, yəni bu bucağın özünə nə vaxt? Delta alfa yaxınlaşırsa sıfıra. Sonra yerinə qoysaq 2T vurulsun delta alfa bölü 2 bərabər olacaq. Delta M nədir? Yuxarıda yazmışam. M bölünsün 2 pi vur delta L. Delta L'in də əvəzinə delta alfa R yazmaq olar. M bölünsün 2 pi 2 pi R'lər gedəcək. Delta alfa. Delta alfa yazmaq olur. Vurulsun. Təcil nədir? Omega kvadratı. Vurur. Belə olan halda uşaqlar deyəcəyiz ki, delta alfalar gedir. Buradan 2'lər falan gedəcək. T bərabər olacaq. M omega kvadratı R bölünsün 2. Aydındır. Burada K neydi? Bəs burada K-nı veribsə, gəlmə qüvvəsini K ilə ifadə edə bilərik uşaqlar. Mən onu yapdan sonra. Elə biləm gəlmə qüvvəsini soruşur. Gəlin belə eləyək. Belə. Elə bunu da yazın, problem yoxdur. T'nin əvəzinə yaza bilərsiniz. K
Başlanğıc radiusu nədir bəs? Sükunət halındakı radiusu R-dir. Başlanğıc radiusu R0 deyim. Bax, bu son radiusdur. R çıx R0 deyəcəm. Yəni, fərqi yoxdur əslində. Son halını soruşur da, sizdən son radiusu nə olacaq? Mən elə səhv başa düşüb R götürmüşəm hər yerdə. Ona görə başlanğıc radiusu R0 deyə bilərik. Ya da buna hər hansı bir kiçik R deyərəm. Belə kiçik R deyə bilərəm. Hər yerdə bunu nəzərə alın. Buna kiçik R. Onda bu kiçik yeri tapmağa çalışarıq. Kiçik yer çıxılsın böyük. Kiçik yer hər hansı bir yerdir. Böyük yer isə başlanğıc deməli radiusudur. Deməli, gərilmə qüvvəsinin əvəzinə K vurulsun X yazmaq olar da bildiyiniz kimi. Burada KX yaza bilərik. Yay kimi düşünün də. Yay olsun, rezin bir material, yəni elastik bir cisim üçün belə yaza bilirik. Onun sərtliyi vurulsun uzanması. Uzanma da nədir burada? R çıxır 0 yox, daha doğrusu 2pi uzunluqlar fərqi 2pi R çıxır 0. Yəni burada 2pi R çıxır olacaq. Şimdi buradan uşaqlar, burada da R var, daha doğrusu burada da R var, burada da R var. Bu R'i tapsaq nə alınacaq? Gəlin baxaq. Deməli, M omega kvadratı R bərabərdir. K vurulsun 4pi kvadratı olacaq. Burada 2pi ora vurulsa 4pi kvadrat K R çıxır. R'ləri bir tərəfə atsam M omega kvadratı çıx 4pi kvadratı K vur R bərabər olacaq. Daha doğrusu bunun tərsinə mənfi qalmasın deyə. 4pi kvadrat K R'dən bunu çıxacam. 4pi kvadrat K çıxılsın M omega kvadratı R bərabər olacaq. Bu böyük yerdə sola atıram. 4pi kvadratı K böyük yer. Buradan R tapırız. R nə alınacaq? Orada pinin kvadratını yazmadı. Harada yazmalım? Ay sol burada. Doğru. Bölsəm nə alınacaq uşaqlar? 4pi kvadratı K çıxılsın M omega kvadratı. Aydındır. Yəni bir daha üstündən belə keçək. Burada 4pi kvadratı K'ya bölüb hər tərəfi sadəcə olur. 4pi kvadratı K'ya bölüb. Yəni burada hər tərəf 4pi kvadratı K'ya bölsəz, burada R alınacaq sadəcə. Aşağıda bu ifadənin əvəzinə 1 çıxılsın. M omega kvadratı bölünsün 4pi kvadrat K alınacaq. A variantı. Aydın mı? İndi bir daha deyək. Baxın. Böyük bir hissə götürsək bizə heç nə verməz. Aydındır. Bizə lazımdır çox kiçik bir hissə. O qədər kiçik bir hissə lazımdır bizə. Ki burada məsələ nədir? Düzdür, burada gərilmə qüvvələri deyə bilərsiniz ki, hər bir nöqtədə eynidir. Burada nə dəyişəcək? Sadəcə məsələ odur ki, gərilmə qüvvələrinin proyeksiyaları var. O proyeksiyalar dəyişir uşaqlar. Mən burada Y oxu, X oxu çəkmişəm. Yəni, gərilmə qüvvələri eyni ola bilər, amma siz bunları bir-birinin tam əksinə götürməyəcəksiniz. Toxunan istiqamətdə götürəcəksiniz. İstəyirsiniz bunu göstərin belə. Baxın, bunu uzatsaz, gərilmə qüvvəsini belə uzatsaz. Bunu da belə uzatsaz. Gəlib aradasa burada kəsəcəklər. Və yekunda gördüyünüz kimi tam bir-birinin əksinə yönəlməyiblər deyə əvəzləyici bir qüvvə yaranacaq uşaqlar. Əvəzləyici bir qüvvə. Əvəzləyici qüvvəsi də olacaq. Burada deməli 2T sinüs delta alfa bölü 2. Aydındır. 2T sinüs delta alfa bölü 2 olacaq. Çünki kosinüsləri bir-birinin kompensasiya edəcək. Və qalanı əslində riyaziyyatdır. Yəni, bu hissə bəllidir ki, mən Newtonun ikinci qanunu yazıram. Buna başqa bir qüvvə təsir eləmir. Bu kiçik bir hissəyə 2 dənə qüvvə təsir edir. Soldan bir T, sağdan da bir dənə T. Sadəcə onları Y oxunda proyeksiyalarını tapıram. Çünki təcil özü tam mərkəzdən Y oxu boyunca yönəlir mərkəzə doğru. Yəni, bu kütlə mərkəzini götürürsünüz buradan uşaqlar cismin. Bu kütlə mərkəzi təxminən buralarda bir yerdədir. Buradan mərkəzə doğru. Ona görə mən təcil istiqamətdə hər iki T'nin proyeksiyasını tapmalıyam. O proyeksiyalarda 2T sinüs delta alfa bölgülər olacaq. Sinüsün qaydası var.
Sinusun deməli alfanın çox kiçik qiymətdə sinusun qiyməti alfaya yaxın olur. Burada delta alfa bölgüsə sinus delta alfa bölgü yaxınlaşır. Delta alfa bölgüyə yerinə qoyuram. Sizdən soruşduğu deməli son radiusuymuş. Mən cərimə qüvvəsini soruşur elə bilirəm. Ona görə cərimə qüvvəsi tapdım. Burada problem yoxdur. Əvəzinə kx yazıb, x-in də əvəzinə 2πr çıxılsın 2πr yazıb. Yəni bu kiçik r son radiusudur. Böyük r isə başlanğıc radiusudur. Yəni son uzunluqdan başlanğıc uzunluq çıxıb. Nə qədər uzanıb, ümumi olaraq nə qədər uzanıb bu halqa, onu da tapa bilərsiniz. Belə, sual varmı?